Mətbəxinə xoş gəlmisiniz. Bugün sizinlə doğğa pişirəcəm. Sizinlə paylaşacağım. Əvvəlcədən 1 kiloluq banka qatığı qazana tökmüşük. 1 xörək qaşığı, hardasa bir yarısından duz əlavə edirik. 1 xörək qaşığı, bir də 2 xörək qaşığı un vururuq. 2 yumurta, 2 qatıq çürüməsi. Sonra isə bir baş soğanı xırda-xırda doğramışam. Üzərinə əlavə edirəm. Soğanı niyə görə tökürük? Soğanı tökürəm ki, mən doğğanı tez-tez bulamıram. Doğğanı mən soğan tökəndə doğğanın elə bil ki, damarı qaçmır. Doğğa həm dadlı olur, həm də çox qaçışdırmır da. Onda doğğa gözəl olur. İndi isə yaxşı-yaxşı qaçışdırırıq ki, onlar yumurta içərisində yaxşı-yaxşı qarışsın. Bunları qaçışdırdıqdan sonra üzərinə su əlavə edəcəyik. Mən əvvəllər soğan vurmurdum. Doğğanı bişincək buluyordum. Sonradan bəzi insanlardan öyrəndim ki, bunu soğan doğğaya vuranda tez bulamağa ehtiyac yoxdur. Arada gəlib buluyursunuz. Onda quru soğan doğğanın çürüməyinin qarşısını alır. İndi isə düyünü əlavə edirik. Düyü də çox tökməyə ehtiyac yoxdur. Hardasa 1-2 xörək qaşığı düyü tökürük. Düyü çox olanda doğğu qatı olur, yaxşı olmur. Yaxşı qatıq açılsın ki, su tökəndə doğğa ayran düyün olmasın qatıq. İndi isə qazın üzərinə qoyub altını yandırırıq. Su əlavə edəcəyik. Dostlar, bir belə böyük krujka su tökürük. Görəndə baxırıq. 1 kilo qatığa nə qədər su gedir. Bu da 2 krujka. 1 kilo qatığa 2 belə böyük krujka su bəs eləyir. Çox su tökəndə çox sulu olur doğğa, dadsız olur. İndi isə qaçışdırdıq, arada gəlib qaçışdırdım. Bişincək qaçışdırmırıq. Soğan tökmüşük ona, onun çürüməsinin qarşısını alacaq. Dostlar, əvvəlcədən doğradığım bir dəstə spanaq, bir dəstə şüyüd, bir dəstə də kişniş, bir dəstə də kəvər doğradım. İndi isə doğğamız pişirdir. Yavaş-yavaş pişir. Görürsünüz, doğğanın içinə soğan əlavə etmişdim yenə. Doğğamız çürümədi. Əlinizi vurursunuz, görürsünüz düyü pişirsə, göyərtini əlavə edirsiniz. İndi yavaş-yavaş göyərtini əlavə edirik.
Əvvəlcədən göyərtini mən yumuşdum. Göyərtini tökəndən sonra qarışdırırıq. Göyərtinin çox iş pişməyə ehtiyacı da yoxdur. Hardasa bir 2 dəqiqə qarışdırırsınız. Ayran qatıq qaynardı da. Bir 2 dəqiqə pişəndən sonra altını söndürə bilərsiniz. Doğramız pişdi. Əvvəlcədən doğradığım soğan doğanın çürüməsinin qarşısını aldı. Mən bişincə arada buluyuram. Tez-tez bulamıram. Soğan tökdüyümüzə görə quru. Soğan tökdüyümüzə görə qatığın çürüməyinin qarşısını alır. Göz haqqınızı halal edin. Allah hər birinizin ruzusunu versin. Yorumlarınızı və dəstəklərinizi gözləyirik. Siz də bişirin, yeyin, nuş olsun. Kanalımıza abunə olun. Dəstəklərinizi gözləyirik. Çox sağ olun.